təhsil zirvəsində iştirakçılar görə təşəkkürümü bildirirəm. Hər bir zavullar arzu edirəm. Hər bir dövlətin, hər bir xalqın inkişafının təhsili var. Təhsil güclüdürsə, dövlət güclüdür. Təhsil güclüdürsə, dövlətin mədəniyyəti güclüdür, iqtisadiyyatı güclüdür, siyasəti güclüdür, borcu güclüdür. Bax, bu gücü verən sizlərsiniz. Sizin hər bir eşq olsun. Çünki bugün bizim övladlarımızı tərbiyə edən, təhsil verən müariflərindən sizlərsiniz. Ona görə ən böyük sağlam, ən böyük təşəkkürsə, sağ olun, var olun, həmişə ön sıralarda olun. Çünki təhsilimiz ön sıralarda olarkən biz həmişə güclü olacaq. O güclə sizdən asılır. Bir daha hər birisi salamlayıram, təşəkkür edirəm və mən eyni zamanda həmkarlar təşkilatı nümayəndəsi olaraq qarşıdan sizin böyük zehni əməldən sonra yay səyahəti gəlir. Həmin o yay vaxtı sizə çox mənalı bir istirahət arzulayıram. Bizim imkanlarımızdan istifadə edin. Biz sizə dəstək göstərəcək, çalışacaq ki, sizin o gərgin zehni əməliniz eyni zamanda səmərəli istirahətinin əvəz olsun. Sağ olun, var olun. İnşallah, sağ olun. Mən də öz növbəmdə gələn və tədbirin sonuna kimi səbirlə çıxışları dinləyən bütün iştirakçılara səmimi qəlbdən təşəkkür edirəm. Bir də bizim Reyhan xanıma təşəkkür eləmək istəyirəm. Reyhan xanım bizim Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin həm üzvüdür, həm də Şəki Azərbaycan Milli Elmi Akademiyasının Şəki Regional Mərkəzində çalışır, İctimai Əlaqələr Departamenti rəhbəridir. Reyhan xanıma təşəkkür edirəm və bütün tədbir iştirakçılarına mənim təşəkkürümü bildirirəm. Bir də bildirmək istəyirəm ki, sabah saat 12-5 arası, 12-dən axşam 5-ə kimi Hiltonda bir təhsil tədbiri var. Giriş sərbəstdir, istəyən müəllimlər, şagirdləri ilə, övladları ilə bərabər Hilton Oteldə beynəlxalq təhsil sərgisinə qatıla bilərlər. Hamınızı orada dəvət edirik. Çox sağ olun.